Salam əziz dostlar. 100 dənə dekorativ lal ördək satılır. Sezona az qalıb, heyvanlar aktivini cütləşirlər. Yaxın bir günlərdə bunlar mart-aprel ayı kütləvi düşürlər yumurtaya. Birinci yumurtaya gedirlər. Keçən yayda, mayda aldığım balalardır. Bu may balalardır hamısı. Baxın. Bunların analarını satmışıq deyənə. Balalarını saxlamışam özümə damazlıq. Bir dənə seçilmə heyvanlardır. Bir dənə. 700-800 dənə heyvanın içindən bunları damazlıq atmışam özüm üçün. Təmiz heyvanlardır maşallah. Hamısı göz qabağına. Burada nə var? Kül rəngi var. Qırmızı krasnodarlar var. Lavanda var. Mirvari var. Bir də qara zümrüdlər var. Burada fərəsi var, qara zümrüdün. Xoruzlar da var. Su başındadılar heyvanlar. O şimdi 100 dənə satılır. Nömrəm 050 743 87 31. Ünvan Bakı. Göndərmək də olur. Ödəmə haqqı şərti ilə. Yol pulu ödəmə şərti ilə. Yəni maşın var. İri maşın var. Heyvanı saman vurduq altına. Yığırıq. Kulturunu yola salırıq. Təhvil veririk. Deməli tək satılmır. Orada yazmıyor 2 fərə 1 xoruz, nə bilim 1 fərə 1 xoruz. Yəni mümkün deyil. Ancaq ehtiyac olduğundan satılır dostlar. Yoxsa mən bu özümə damazlıq attığım heyvanı satmaram. Ünvan Bakı, orada yazmayın altdan qiymət neçədir. Dedim bir dənəsi 50 manat. Bir dənəsi 50 manat. İstəyirsən fərə, istəyirsən xoruz. 100 dənə satılır. Az satılmır. Məsələn 2 nəfər bölüb 50-50 də ala bilərlər. 4 fərə 1 xoruz, 4 fərə 1 xoruz verə bilərəm. Bax belə. Opşim, qiyməti biri 50 manat, Ünvan Bakı Türkan, bir dənəsi də 120 dənə yumurtayır. Bunlar apreldə düşürlər kütləvi yumurtaya, kütləvi. Daha avqustun axırı, sentyabrın ortasına qədər yumurtayırlar. Bir dənəsi 120 dənə yumurtayır. Əgər yatızdırmasaz, ildə 4 dəfə yatır. Balası da çölə tulla 6 manatdır. Bu iminli bunları. Bunlar hamısı ətli sortlardır. Maşallah, baxın. Belə yaxından tutun, baxın, maşallah. Bir dənə seçib attığım heyvanlardır. Xoruzlar da baxın maşallah. Hamısı lotkarlar. Bunların xoruzları bir dənəsi 5 kilo yarım, 5 kilo. 5 kilo yarımı keçən də olur. Yemimiz də qarğıdalıdır bax. O şimdi bax belə. Bir şeylər satılmır. Onlar sıçan tutmaq üçündür. O şimdi bax belə.